Seanslarda da tez-tez rastlaşdığım bir sual budur ki, nəyə görə mən həmişə başıma gələ biləcək hadisənin ən pis ehtimalını düşünürəm, beynimdə mənfi ssenarilər qururam, bunun xəyalını edirəm, yaşana biləcək hadisənin mənfi yönlü, müxtəlif variantlarını düşünürəm. Bu təkcə məndə mi olur, yoxsa başqa insanlar da bu vəziyyətlə qarşılaşırlarmı? Bu suala aydınlıq gətirməyə çalışacağam. İnsanlar travma yaşayanda tez-tez ola biləcək, qarşılarına çıxa biləcək, yaşaya biləcəkləri hadisənin mənfi yöndən bütün ehtimallarını düşünürlər və bunu beyinlərində sanki xəyalını qururlar. Bu bizim beynimizin, biz buna psixologiyada müdafiə mexanizmi deyirik. Bu bizim beynimizin yaratdığı müdafiə mexanizmasıdır ki, həmin hadisə ilə qarşılaşdığım zaman artıq mən nə edəcəyimi bilirəm. Çünki mən onun bütün ehtimallarını düşünmüşəm. Bu, həmin hadisə ilə qarşılaşdığım zaman mən özümü buna hazır hiss edirəm düşüncəsini verir və bu hazırlıq da həmin insanın özünü güvəndə hiss etməsinə səbəb olur. Çünki onlar hər zaman o hadisə ilə qarşılaşdıqları zaman hazırlıqsız olmaqlarından qorxurlar. Çünki düşünürlər ki, dünya yaşaya bilmək üçün o qədər də güvənli bir yer deyil. Amma əlbəttə ki, unutmaq olmaz ki, biz ömrümüzün sonuna qədər hər zaman həyatda qalma modunda yaşaya bilmərik. Qorxularımızla üzləşdiyimiz zaman əsl sağalma bundan sonra başlayır.